Hepinizi hoş gördük, hürmetli tədbir iştirakçıları. Bugün biz Səlyan Kişali tam orta məktəbdə tədbir keçirməyimizdə çox özümüzü məmnun hesab edirik. Deyim ki, bu kollektiv bizə həmişə doğma olub. Biz burada çoxlu sayda ekoloji layihələr icra etmişik. Olub ki, bu məktəbin kollektiv, şagird kollektivi ilə biz ekoturizm səyahətlərində olmuşuq. Təcrübə belə göstərir ki, bura rayonumuzun ən yaxşı elm mərkəzlərindən, təhsil mərkəzlərindən biridir. Və bu məktəbin məzunları ölkəmizin, hətta dünyanın elm ocaqlarında sözünü deyən kadrlar kimi yetişmişlər. Xalqımıza, dövlətimizə və ümumiyyətlə elmə öz töhfələrini vermişlər. Bugün ictimai birliklərin də sizin qarşınızda çıxış eləmədə bir məqsədi ondan ibarətdir ki, müasir dövrümüz ekologiya dövrüdür. Ekologiya dövrünün də öz çağırışları var, öz tələbləri var. Siz indi gəncsiniz, nə qədər ki, ictimai əsaslar olan bu tədbirlərdə bu emosiyaları tuta bilirsiniz. Sizin gələcək həyatınızda müəyyən işıq ola biləcək, müəyyən tesislərlə maraqlana bilirsiniz, sizin üçün çox əlamətlər olar. Mən layihə barədə onu məlumat vermək istəyirəm ki, bizim layihəmiz Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin maliyyə yardımı ilə icra olunan kürçayı ərazilərdə biomuxtariflərin qorunması və bərpası və alternativ ekoloji davranışların təşviqi layihəsidir. İlk öncə mən agentlik adından sizə salamlayıram və tədbirin təşkilinə görə, bizə verilən imkana görə Dövlət Dəstək Agentliyinə, Səlyan İcra Hakimiyyətinə, eləcə regional təhsil idarəsinə və İkisi Atan Orta Məktəbin rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, məhz belə, necə deyim ki, təhsilin qaynar vaxtı, dərsdən kənar vaxt ayırıb bu tədbiri keçirdiklərinə görə biz çox məmnunuq. Və bilirsiniz ki, ölkəmizdə bu günlərdə ümumi liderim Heydər Əliyevin doğum günü ölkəmiz qeyd elədi. Tarix boyu əldə etdiyimiz uğurlu nailiyyətlərin əsasında, o cümlədən ölkədə aparılan ekoloji siyasətin əsasında da məhz Ulu Öndərin xidmətləri var. Mən təklif edirəm ki, Ulu Öndərimizin xatirəsini və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimiz xatirəsini bir dəqiqə sürtməliyəm. Allah rəhmət etsin. Allah rəhmət etsin. Yəqin ki, uşaqlar bilər, Azərbaycan ərazisində Kürçay neçə kilometrə axır Qazaxdan bəri. Suala cavab istəmirəm, bilin ki, 9 kilometr, 9-dan biraz artıq ərazidə axır. Ancaq Səlyanın ərazidən keçən ərazi sizə deyim ki, dostlar, yadınıza qalsın ki, Səlyanın ərazisindən Şirvandan başlayıb Neftçalan ərazisindən 65 kilometr ərazidə Kürçay Səlyanın başına dolanır keçir. İndi fikirləşin ki, 63 kilometr ərazidə iki sahilə böləndə 130 kilometr ərazidə insanlarımız kürlə təmasdadır. Bu, həm həyat mənbəyidir, həm təbiətdən istifadədir. Eyni zamanda pis mənada da deməsi, insanların təbiətə təsirinin, fiziki, mənəvi və digər təsirlərin nəticəsində kürün təbii formasının, təbii mənzərəsinin və ekosisteminin məhv olmasına, ziyan dəyməsinə biz vətəndaşlarımız da istir malqara məsələsində, istir təsərrüfat məsələsində, istir həyatına ərazilərin zəbt olunması məsələsi və digər məsələlərdə biz təbii ki, təbiətə öz ziyanımızı vurmalıyıq. Məqsəd də odur ki, bu maarifləndirici tədbirlərdə biz o ziyanın təsirini azaldaq. Dünyada gedən proseslərdə öz sözümüzü deyə bilək. Bu mövzunun ötən əsrin ortalarında dünyaya gəlməsini də sizə xatırlatmaq istəyirəm ki, dünyada ekoloji məsələlər yəni çox yeni bir dövr, yəni 100 ilin, 150 ilin ərzində elmə, sənətə gələn məsələdir. Yəni, çox əvvəllər bu məsələdə o qədər də əhəmiyyətli olmuyor. Ötən əsrin ortalarında Birləşmiş Millətlər Təşkilatı, digər elm adamları müəyyən çağırışlar verirlər, müəyyən təbii fəlakətlər barədə proqnozlar verirlər. Nəhayət, bizim də Respublikada ötən 60-70-ci illərdən sonra biz konkret olaraq Kürçayın ərazisində olan təbii mühitə baxanda görürük ki, artıq bizim tuğay meşələrimiz yoxdur. Kür qırağında, necə edim ki, öz uşaqlığımızdan deyirik ki, müəyyən quşlar var idi, müəyyən çöl heyvanları var idi. İndi bunların heç biri yoxdur. Kür sahilində nə qədər dostlar, uşaqlar, şimdi yəqin ki, bilmirsiniz, evdə xatirələrdən söyləyiblər ki, nə qədər balıqlar var idi, balıqların növləri var idi. İndi çox təəssüf ki, o məsələlər bərpa eləmək üçün
dövlət səviyyəsində işlər görülsə də, nəticə etibarilə Kürün sululuğunun artırılması bizim gündəmdə olan məsələ deyildir. Tədbirimizi davam etdirməklə sizə nə demək istəyirəm? Demək, layihə qarşısına məqsəd qoyub ki, maarifləndirici tədbirlər aparmaqla ölkəmizdə ekoloji sahədə bu sahədə görülmüş işlərə bir töhfə verək. Töhfələrimiz də kimdən ola bilər? Vətəndaşlardan ola bilər. Ona görə biz maarifləndirici tədbirlər keçirməklə uşaqlar sizdə, gəzlərdə, benefisarlarda bu layihənin mahiyyətini biraz dərinləşdirmək istəyirik. Fikrimiz odur ki, insanlar maarifləndikcə daha çox qənaətçil olsunlar, daha çox təbiəti sevsinlər, daha çox maarifpərvər olsunlar. Yəni, bizim məqsədimiz odur ki, həyata keçiriləcəyimiz tədbirlər nəticəsində gələcək nəsilə saf təbiət qoyub gedə bilər. Buna necə nail olacaq? Mənə elə gəlir ki, bunlar ancaq davamlı təbliğatın, davamlı təsirin, ictimai məsuliyyətin nəticəsində ola bilər. Bizim layihənin icra müddəti 2 aydır. 2 ayda layihə komandası Səlyan ərazisində ağacəkmə aksiyası, təmizlik aksiyası və belə bir neçə dəyərmi masalar keçirməyə planlaşdırır. Eyni zamanda qəzet səhifələrində, sosial şəbəkələrdə, digər internet resurslarında bu şuranın ictimai layihəmizin mahiyyət və məzmunu barədə, gözlənilən nəticələr barədə məlumatlandırma sessiyalar keçirəcək və təbliğat iş aparacaq. Biz bu layihələrdən nə gözləyirik? Gözləyirik ki, ən böyük gözləntimiz odur ki, sizin kimi gəzlər bu ekoloji sahənin iqtisadiyyatı ilə maraqlana bilsinlər. Bu çox yeni bir sahədir. Ekoloji sahənin iqtisadiyyatını öyrənmək, ekoloji sahənin idarə olunmasına iştirak etmək. Eyni zamanda ağacəkmə kampaniyalarında, ekoloji vərdişlərin təbliğində yaxından iştirak edəcəklər. İman edirəm ki, indi biz çay süfrəsinə başlayırıq. Çay süfrəsi arxasında yaxşıdır da sizin üçün yerli şirniyyat, baklava, şirələr, başqa pişmələr layihə çərçivəsində stolun üstərinə qoyulub. Mən çox güman edirəm ki, hələ bir baklavadan götürsün, qarşısındakı tamda istifadə edəsin və diskusiya başlayalım. Hörmətli Rüstəm müəllim, hörmətli qonaqlar, sizin bu məktəbimizdə gəlib belə maarifləndirici tədbir keçirməyinizi biz müəllim olaraq, vətəndaş olaraq alqışlayırıq. Həqiqətən çox, mən deyərdim ki, günümüzün ağırlı, acılı problemidir. Bayaqdan Rüstəm müəllim tam geniş, ətraflı, çox gözəl məlumat verdi. Demək olar ki, bütün sahələrə toxundu və mənə elə gəlir ki, bizim uşaqlarımız da çox diqqətlə Rüstəm müəllimi dinlədilər. Rüstəm müəllim bizim rayonumuzun tanınmış ziyalısıdır. Biz Rüstəm müəllimlə fəxr edirik, fəxr etməyə haqqımız var. Elə bilirəm ki, bir salyanlı kimi, bir insan kimi, bir məktəbli kimi siz də fəxr edirsiniz. Çünki o uzun illər Qələbə qəzetinin, daha sonra isə Ana Kür Hal-Hazırda qəzetinin əgər çıxarılmasını təşkil edirsə, mən deyərdim ki, böyük qəhrəmanlıq edir. Uşaqlar, çaylardan istifadə edə bilərsiniz. Baklavadan istifadə edə bilərsiniz. Uşaqlar, açın onlardan görürük. Ay sağ olun. Biz burada istifadə edirik. Açın kızım. Sevin. Açın sevin. Açın. Panketler açın oğlum. Uşaqlar hamı. Baklavaları yiyin uşaqlar. Baklavalar hamı sevirsiniz də, ən sevdiyim üçün Yayılmasın baklavalar, yiyin baklavalar. Ona görə də istifadə edilir. Bax uşaqlar, bizim təbiət sevdiyimiz yerdir. Təbiət ən birincisi bizim şəfa ambarımızdır, həm də estetik zövqdir. Bir dəqiqə qızım, təklif, qalxmayan qızım. Adın nədir mənim bala? Aliyev Ayam. Sayılır. 8-ci sinif şagirdiyəm. Biz ətrafımızı qorumalıyıq. İlk öncə, məsələn, piknik yerlərinə getdikdə, yemək yedikdə qablarımızı, stəkanlarımızı oratmalı deyilik. Dəniz kənarına getdikdə yediyimiz qidaları həm çöllüklərə, həm də dəniz kənarına atmalı deyilik. Çünki bizdən sonra ora insanlar da gəlir və ora çimdikdə onlar bizim atdığımız əşyalarla rastlaşa bilirlər. Ona görə ətrafımızı qorumalıyıq. Sağ verirəm. Mən Əfsanə Məmmədova 8-ci sinifdə oxuyuram. Biz Kür çayına atılan tullantıların illik ərzində toplanda tullantıların hamısını toplasaq neçə kiloqram eləyər? Kilo eləyər. Numaranı sağlayayım ben de.
Çox maraqlı sualdır il ərzində. Mən onu gün ərzində sizə deyəcəm, maraqlı bir sualdır. Mən o statistika ilə məşğulam. Yəni birinci il deyil ki, mən bu işlə məşğulam. Demək, Səlyan rayon Mənzil İstismar İdarəsi, bir kommunxoz deyirik o təşkilata. O təşkilatın verdiyi rəsmi arayışa görə gündə Səlyandan 20 ton zibil çıxır. Gün ərzində 20 ton zibil çıxır. Fikirləşirsiniz, gün ərzində 20 ton neçə kamaz deməkdir. İndi siz də onlara hesablayın, indi şagirsiniz. Vurun il ərzində görün nə qədər olur. Ki, bu zibili tutası yer yoxdur. Hər gündə, yəni ki, bu zibillərin sayı artır. Qasımzadə Tuncay, İksayın məktəbi 8-5 şagirdi. Mən belə bir fikir irəli sürə bilərəm ki, məsələn, məktəb arası layihə təşkil olunsun. Layihədə, məsələn, hər şagird və yaxud da hər sinif özündən bir zibil qabı və yaxud da ki, tullantıların qarşısını almaq üçün ləvazimat, alət hazırlasın və bunu şəhər ərazi yerləri yerləşdirilsin və belə ki, tullantı daha azalar. Çox daha Olar. Təşəkkür edirəm və sizə deyim ki, elə bir təcrübə var Səlyanda. Səlyan peşə liseyi o zibil qabları, yəni nümunələri yaradır. Ancaq indi onu necə deyim ki, sistemə salmaq, təşəbbüsə bir dənə nümunə nə olmur. Sizin kimi təşəbbüslər olsa, bəli, onu biraz da ictimailəşdirib, dəstək olmaq olar, sponsor tapmaq olar. Təşəkkür edirəm. Təşəkkür edirəm. Nəzrin əvvəl özü təqdim elə. Səfərova Nəzrin, İktisadi Tam Orta Məktəbinin 8-5 şagirdi. Mən fikrimcə mənim meşəyə kampa gedəndə orada alov qalırlar. Çox vaxt alovu söndürməyib gedəndə meşədə yanğın baş verə bilər və yaxud da ora tullantılar, zibil atdıqda o da günəşlə təmas edib yenə yanğın baş verə bilər. Buna görə də həm alovu söndürüb, həm də yerə tullantılara tullantı atmamalıyıq. Torpaqla üstünü örtməliyik, əmin olmalıyıq. Bəli, doğrudur. Daha sonra uşaqlar, daha kimin fikri var bundan bağlı? Bu çox maraqlı mövzudur, elə bilirəm. Sual ola bilərsə yerindən verə Sual da ola bilər, uşaqlar, fikir də söyləyə bilərsiniz. Məhəmməd, buyurun. Əvvəz özü təqdim eləmək olub, gözlə bir dəqiqə. Orta məktəbə 8-ci sinif şagird. Biz Kür çayı haqqında danışdı, amma mən istəyirəm ki, biraz ümumiləşdirim mövzunu. Çünki məncə təkcə çayı çirkləndirməməklə biz təbiətimizi qoruya bilməliyik. Çünki insanlar təkcə çayı zibilləmirlər, həm də ətraf mühiti zibilləyirlər. Və ekologiyanın təmizliyi, təbiətin və suyun təmizliyindən irəli gəlir. Təbiəti və suyu təmizləyir. Məsələn, təbiəti və suyu çirkləndirən samillərdən biri də elə dövlət daxilində və ya elə rayonda olan, bir çox rayonlarda olan zavod və fabriklərdən irəli gəlir və onların tullantıları həm qurunu, həm də suyu zərər verir. Məsələ ondaca ki, ətrafı ərazilərdə xüsusi olaraq insanlar mal-qara otarırlar. Xüsusi olaraq mal-qara otarırlar. Yəni, günün qırağında bir də yaşıllıq olan kimi mal-qaraya, hətta ağac əkmə aksiyasında əkilən ağacların da biz malların təcavüzünü qorumaq üçün çətinlik çəkirik. Bu ciddi məsələdir və bu ictimai qınağa daha çox tuş olsa maraqlı olar. Mənim buyurun zəhmət olmasın sizdə. Uşaqlarla Qonaqlarımız Rüstəm müəllim, sizə xüsusi təşəkkür edirəm. Həm məktəb rəhbərliyi adına, həm deyək ki, şagird kontingenti adına hər kəs ki, yəni elə bir problemin həlli ilə məşğulsuz ki, yəni bu demək olar ki, birbaşa bizim həyat tərzimiz və sağlamlığımız deməkdir. Yəni bunu biz sizə təşəkkür edirik ki, bu mövzu ilə bağlı elə bizimlə bir yerdə başladınız. Şagirdlərlə, ailələri ilə bərabər işləməliyik bunu. Niyə? Çünki təbiətin qorunmağı sağlam insanlar deməkdir, sağlamlıq deməkdir. Təbiət sudan başlayır, yaşadığımız mühitdən başlayır, torpaqdan başlayır. Biz də bu torpağın çirklənməməsi üçün ilk öncə özümüzü tərbiyələndirməliyik, öz üzərimizdə işləməliyik, bəli. Yəni, mən özüm kiməsə baxmayaraq, kiminsə etdiyini yox, mən özüm necə davranıram, təmizliyə necə riayət edirəm, bir vətəndaş olaraq özüm tullantıları necə istifadə edirəm. Və sizdən birbaşa istəyim də odur ki, əziz şagirdlərimiz, yeni dövrdür və bilirsiniz ki, elektron dövrüdür, yəni elə vəziyyətdir ki, biz həmin tullantılardan yenidən canlandıraraq hər hansı bir istifadəyə ehtiyacımız olduğu nəyisə hazırlaya bilərik. Yəni, sizdən də istəyimiz odur ki, bax, bunların üzərində işləyin. Gələcəkdə bu təbiətin, istəyir suyun çirklənməsi, istəyir deyək ki, mühitin
torpağın çirklənməsi, bunun üzərində işləməlisiniz. Öz yanınızdakı yoldaşlarınızın üzərində işləyin. Hansısa bir əşyanın atılması, hansısa bir kür qırağında deyirik. Bu cür gözəl təbiətdə yaşayırıq. Yəni o kürün qorunması saf içdiyimiz su deməkdir. O suyun yanında görürsünüz nə qədər tullantılar var. Bir neçə dəfə bizim məktəbin şagirdləri demək olar ki, o iştirak ediblər bu işdə. Yəni oranın təmizlənməsində və yaxud yəni bu mütəmadi olmalıdır. Düz bir dəfənin işi deyil, ardıcıl şəkildə olmalıdır və şagirdlərdən də istəyimiz odur ki, yəni gözləməyin ki, kimsə sizə desin. Hər hansı çirklənməyini görürsünüzsə, əgər heç kəsi təhqir edərək deyil, öz vətəndaşlıq borcunuz olaraq yaxınlaşın, müraciət edin, deyin ki, bax, bu olmaz. Sizdən kiçik də olsa, böyük də olsa, bu fərq etmir. Yanaşın və bunu etmələrinə icazə verin. Hər birinizi xoş gördük. Müəllimlər, sizə də mənə böyük hörmətim var. Həmişə elə siz özünüzdə tədbirlərimizdə iştirak edirsiniz, tədbirlərdə. Tariximizdən danışırsınız, olmayanları bildirirsiniz, çatdırırsınız. Bu günləri buraya yığılmaqdan məqsəd hamımızdan bəllidir ki, bu günlər ekologiya əlaqədar yığılmışıq. Uşaqlar, burada çox şeylər danışılır, onu təkrar etmək istəmirəm. Mən qeyd yəni, hamımız onu qorumaq. Bu gün həyətimizi qorudan kimi rayonumuzu da, salyanımızı da qorumalıyıq. Çalışmalıyıq ki, heç bir rayon, Azərbaycan hamısı bizimdir, ayrımıram. Amma burada rəqabət gedilməlidir ki, günə irəliləyiş olsun, hər cəhətdən, bir cəhətdən, yaxşı cəhətdən. O üçün də uşaqlarla çox da danışmaq, çox danışa bilərik. Yəni, qeyd edirəm, bu günləri, sözümün əvvəlində deyim, bu günə bizim torpaqlarımızın alınmasında görə nə qədər şəhidlərimiz olur. Leyçin alır, o bir söz var, deyir, bağa baxarsan bağ olar, baxmarsan dağ olar. Bu günlər orada əziyyət çəkilirlər, qan tökülübsə, bizim torpaqlarımızda nə qədər şəhidlər verilmişsə, onların ruhu da şad olar. Şimdi bu günləri torpağa alınır, bizim Azərbaycan xalqı, gənclərimiz bu günləri torpağımızı qorumağa bacarır. Onların da ruhu şad olar. Allah hər birinizdən razı olsun, çox danışmaq olarmışsın. Müəllimlər, mən sizə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, belə bir şagirdlər, aktiv şagirdlər var burada məsəl üçün. Allah sizə də ömür verirsin. Həmişə sizin bu məktəbdə rayonumuzun adlı, uğurlu, yaxşı günlərini eşidir. Çox sağ olun, var olsun. Çox gözəl tədbirdir. Burada bu şagirdlərin belə bir çıxışı mən bu nə qədər müəllimlərə minnətdaram ki, gözəl tərbiyəvi uşaqları yetişdirirsiniz. Hər şeyi o bayaq deyirik, təmizlik hamısı mədəniyyətdən başlayır. Əgər mənim mədəniyyətim yoxsa, mənim təmizliyim də ola bilməz. Birinci mədəniyyətdir. Bu yaxında bizim bir tədbirimiz oldu, Rüstəm müəllim. Polis polkovnik orada çıxış edir. Deyir ki, mən polis polkovnikiyəm. Dayanmışam küçədə, bir sigaret çəkən adam sigareti atlayır. Tabanlımına baxırlar. Götdüm o sigareti, apardım, atdım bir qabına. O adam gəldi mənə ki, mən bu gündən sigaret tərgizim. Mənim siz çox gözəl ibrətəm dərs oldu. Yəni burada uşaqların hər biri, məsələn, burada bir 29-30 uşaq varsa, hər biriniz gidib məhəllədə bu söhbəti aparsınız. Görürsə, 1000 də uşaq marifət söhbəti var, 1000 də uşaq bundan bəhrələnə bilər, 1000 də ailə bundan bəhrələnə bilər. Bu adi kürün qırağına çıxırsınız. Bu məhəllənin kürün qırağında Rüstəm müəllim, elə bir şərait qurublar uşaqlar, özləri məhəllə cəmaatı yığılıb, bir təmizlik yaparlar, hər gün oraya baxırlar. Girirlər, yayda oraya gelib otururlar, istirahət edirlər. Bu bizim təmizliğimiz, bizim sağlamlığımızdır. Ekolojik problem ne demək? Sağlamlıq demək. İnsanlar nəyə xəstələnir? Üzr istəyirəm, bəzi salyanlı yolda, girirsəniz padizə, padizə, biri orada zibil atayıb, biri ona uşaqlar xəstəliyə düşürlər. Təmizlik insanın sağlamlığıdır. Ben çok sevindim ki siz her biriniz sanki alternatif ekoloji vərdişlərin daşıyıcılarısınız. Düşüncələrinizlə, hərəkətlərinizlə mən güman edirəm ki, siz ekoloji vərdişlər haqqında biraz da üstün məlumatlar aldınız və gələcəkdə həyatda, ictimai həyatda bu formuladan, bu həyat tərzindən istifadə etməyə çalışacaqsınız.